Salam, bugün OTK sınavının suallarına baxırıq. 7 dekabrda keçirilən. Adi əmmöb haqqında səhv mülahizəni istəyir birincidə bizdən. Baxaq, sabit bədən forması olmur, bəli doğrudur. Yalancı ayaqları əmələ gətirir, düzdür. Qıcıqlanma qabiliyyəti var, bu da doğrudur. İnsanın yoğun bağırsağında yaşayır, bu yanlış cavabımız olar. 2-yə bölünmə yolu ilə də çoxalır. İkincidə bizə deyir ki, aşağıdakı bitkilərə aid olduğu fəslənin növ sayının artması ardıcıllığı ilə düzün. Artması deyəndə azdan çoxa doğru düzəcəyik. Ona görə baxaq. Sarılıq otu mürəkkəb çiçəklərdir. Ən yüksək bu olar. Elə ən sonda bu dayanar. Sarılıq otu nə idi? Zəncir otu. Zəncir otu mürəkkəb çiçəklərdir. Ən yüksək elə bu olar. Sarılıq otu xaç çiçəklərə aiddir. Xanım otu bunun 3000 növü var. Xanım otunun da 2,5 mindir. Yer fındığı 17 mindir. Qarğa gözü də 8000 olmalıdır. Ona görə buradan deməli birinci yazarıq nəyi? Birinci yazarıq 3'ü ən az, sonra 2'ni, daha sonra 5, 3, 2, 5 elə A variantında uyğun cavabımız var. 3, 2, 5, 4, bəli yer fındığı, 1 zəncir otu düzgün cavabımız olar A variantı. Üçüncü sualda deyilir ki, əgər torf mamırı 8 il ərzində 18 cm boy ata bilmişdirsə, bu mamır haqqında hansı fikir doğrudur? 8 il ərzində 3 cm artıbsa 24 cm olmalıydı. Baxaq, böyümə normadan 2 dəfə artıq getmişdir, xeyr. 24 cm deyil, hətta 18'dir. Ona görə bu düz olmaz. Bu bitkidə 2 il böyümə getməmişdir. Hardasa bu doğru cavabdır. Çünki 6 cm eksiktir və hər ilə 3 cm düşür. Elə düzgün cavabımız bu olar. Böyümə normadan 2 dəfə az getmişdir. Bu da düz olmaz. 12 cm olardı belə olsaydı. Hər il bu bitkidə aşağı hissədə çürümə getməmişdir. Çürümə getməsəydi əgər 24 cm olardı. Ona görə bu da düz deyil. Bitkinin çoxalma dövründə inkişafı dayanmışdır. Belə bir məlumatımız da olmadığına görə B variantı düzgün cavabımız olar. Dördüncüdə deyir ki, aşağıdakı cərgələrdən hansında yalnız mürəkkəb çiçəklər fəsləsinə aid olan bitkilər göstərilmişdir. A-da deyir günə baxan göy çiçək, payız gülü, şəbbi gülü bura aid deyil. B-də deyir andız, astra, georgin, topinambur, bəli bura aiddir. Xanım otu da bura aid deyil. 3 barmaq çoban yastığı, kartof da bura aid deyil, badımcan çiçəklərdir. Dəvədabanı, zəncir otu, sarılıq otu da bura aid deyil, xaç çiçəklərdir. Ona görə elə əlimizdə B variantı düzgün cavab qalır. 5-ci sualda deyir ki, protal bilirik ki, qıjı kimilərə aiddir, mamır düzgün olmaz. Qıjının zigotundan inkişaf etmişdir, xeyr ilə qıjının zigotu protalın altında əmələ gəlir. Mamırın zigotu xeyr, qıjının zigotuna deyilir, bu da düz olmaz. Qıjının sporundan inkişaf etmiş ilk cücərtidir, bəli. 6-cı sualda deyir ki, şam ağacının sarımtıl yaşıl qozalarında 12.000 hava qabarcığı var və hər bir tozcuq kisəsində 150 ədəd tozcuq var. 12.000 hava qabarcığı varsa, deməli 6.000 tozcuq var. 150 ədəd hər bir tozcuq kisəsindədirsə, onda 150'yə bölərəm bunu, 1-0 getdi, 4, 40. 40 tozcuq kisəsi varsa, bizdən nəyi soruşur? Pulcuqların sayını soruşur. Bir pulcuqda 2 tozcuq kisəsidirsə, 40'ı da olar 20'sində. Ona görə düzgün cavabımız olar D variantı. 7-ci sualda deyilir ki, Ulotrix yosununa aid edilə bilər. Hər bir hüceyrəsində bir xromatofor olur, xeyr. Sonuncu hüceyrədə, yəni yapışmağa xidmət edən hüceyrədə xromatofor yox idi. Xromatoforu qapanmayan halqa şəkillidir, bəli. Bütün hüceyrələri eyni quruluşdadır. Sonuncu hüceyrə, yəni yapışmağa xidmət edən hüceyrə daxili quruluşu fərqlidir. Qametlər 2 qamçılıdır, bu doğru olar. Yeni fərd bilavasitə zigotdan əmələ gəlir. Yeni fərdi zigotdan əmələ gəlmirdi. Zigot bölünürdü, qamçısı spor əmələ gətirirdi. Ondan sonra yeni fərd əmələ gətirirdi. Ona görə bu da düz olmaz. Hər yaşıl hüceyrəsində bir nüvə olur, bəli. 2, 4, 6 düzgün cavabımız A variantı. 8-ci sualda deyilir ki, şəkildə göstərilən çoxalma prosesində yosunun əlverişli şəraitdə gedən proseslərini və ya bu şəraitdə yaranan strukturlarını tapın. Biz bilirik ki, əlverişsiz şəraitdə qamet əmələ gəlir və zigot əmələ gəlir. Ona görə 1, 2, 3, yəni zigotun əmələ gəlməsi əlverişsiz də gedəcək. Zigot qışı keçirəcək, daha sonra əlverişli şərait olanda bölünəcək, yeni fərdlər əmələ gəlib inkişaf eləyəcək. Ona görə 4, sonra 5 və 6 əlverişli şəraitdə gedən proseslər olar. Düzgün cavabımız D variantı. Sonra 9-cu sualda deyilir ki, sxemə əsasən A, B, C, D cəmini hesablayın.
2 ədəd bakteriya verib bizə. 2 ədəd bakteriya bölünər 4, 8, 16, 32, 64, 128. 1 saat, bu da 2 saat. Nə deyir bizə? Deyir ki, əmələ gələn nəsil sayı 6 nəsil əmələ gəlir 2 saatda. Axırıncı bölünməyə məruz qalan 64-dür. Bura 64 yazarıq. Bu müddətdə sonda yaranan bakteriya 128. Bölünən bakteriya sayı da sonuncudan əvvəlincini çıxırdıq 126. Cəmləsək 128, 126 eləyər 254. 254-ün üstünə də 6 ilə 64 eləyər 70. 254-ün üstünə 70 gələndə də 324 düzgün cavabımız A variantı. 10-cu sualda deyilir ki, sual işarəsinin yerinə nə yazılmalıdır? Nov şəkilli ağız və udulaq böyük nüvə bütün həyati proseslərdə iştirak edir. Deməli, burada infizor tərlikdən söhbət gedir. Cinsi proses bəli olurdu. Əlverişsiz mühitdə sistalaşma da olurdu. A variantı düzgün cavabımız olar. A bitkisinin B bitkisinə olan nisbəti 2 bölünsün 3-dür. Əgər çoxalma zamanı əlverişli şəraitdə bu ərazidə cəmi 36 qutucuq əmələ gəlibsə, A bitkisi dişidir, B bitkisi erkəkdir. 36 qutucuq əmələ gəlibsə, deməli 2 bölünsün 3 nisbətin 36 deməli dişiyə aiddir. A bitkisinin B bitkisinə olan nisbəti. Nə deyir bizə? Onda cinsi nəsil yaradan bitkilərin cəmi neçə olar? Cinsi nəsil yaradan bitkilərin cəmi neçə olar? Cinsi nəsil bilirik ki, dişi bitkinin üzərində yaranır. Yəni dişi bitkidə sporofit yaranır. Sonra sporofitdəki sporlardan cinsi nəsil yaranır. Ona görə yəqin ki, elə cavabımız olar 36C variantı. Cinsi nəsil yaradan bitkilərin cəmi neçə olar? Cinsi nəsil harda yaranırdı? Dişi bitkinin üzərində. Dişi bitkidə də sporofit nəsil yaranırdı. Cinsi nəsil də sporofit nəsildən yaranırdı. Ona görə düzgün cavabımız 36 olar. Böyük ehtimal ki, belə olar. 12-yə baxaq. Şəkildə göstərilən yarpaq düzülüşü olan bitki zoğunun müəyyən hissəsində en sayda buğum arası varsa, bu hissədə maksimum neçə tumurcuq olar? Şəkildə qarşı-qarşıya düzülüş göstəribdir. En buğum arasıdırsa, en üstə gəl bir də buğumdur. Onu da biz 2-yə vuranda eləyəcək tumurcuqların sayı E variantı. 13-cü sualda deyir ki, cədvələ əsasən x-i hesablayın. Darını verib bizə 12, toxum cücərdikdən sonra çəkisi. Darı bilirdik ki, 4/1 qədər udur. 12-nin 4/1 eləyər 3. Bu da eləyər 15, onda bu da 15 eləyər. X-i tapın deyir bizə. Aha, x-i tapın deyir. Biz bilirdik ki, əgər qarğıdalı 2x-dırsa, onda suyu x qədər udacaq. 3x 15-dirsə, x bərabərdir buradan. 3'ə böləndə düşür 5. Bizdən nəyi soruşur? Bizdən qarğıdalının quru çəkisini soruşur. Qarğıdalının quru çəkisi budur. Bu da eləyər 10. Ona görə düzgün cavabımız eləyər 10. Və ya bunu belə də hesablaya bilərsiniz. X üstə gəl 2-də 1 x bərabərdir 15'ə. Buradan 2-də 3x bərabərdir 15'ə. X də bərabərdir 30'u bölərik 3'ə 10'a. X yəni bu qarğıdalının quru çəkisidir. 2'də 1 x-i da qarğıdalının suyudur. Yəni udduğu sudur. Yəni hər iki halda düzgündür. 14'də deyir ki, aşağıdakı şəkildə rəqəmlərlə xlamidamana yosununun hansı hissələri göstərilmişdir? 1 yığılıb açılan vakualdır. Aha. 2 sitoplazmadır. 3 qırmızı gözcükdür. 4 nüvədir. 5 də vakual olacaq. Nə deyir bizə? Bunları yerləşdirməyimizi deyir. Baxaq. Vakual neçədir? 5. Sonra sitoplazma 2'dir, düzdür. Nüvə 4'dür. Bəli, yığılıb açılan 1'dir. Qırmızı gözcük də 3'dür. Elə düzgün cavabımız 1 olar. Bir də burada B variantındadır. Sonra 15-ci suala baxırıq. 15-ci sualda deyir ki, cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Deməli, düzgün ardıcıllığına baxaq cədvəldəki fikirlərin. Bizə deyir buradakı papaqlı göbələklər üzvü qalıqlarla qidalandığından parazit hesab edilir. Xeyr, bu yanlış olar. Maya göbələyinə təbiətdə şəkər olan mühitdə rast gəlinir. Bəli, bu doğrudur. Solğun əzvayda sporlar borucuqlarda yox, lövhəciklərdədir. Ona görə bu da yanlış olar. Parazit qov göbələyi ağac məhv olduqdan sonra belə onu tərk etmir. Bəli, bu da doğrudur. 2 dənə Y, 2 dənə D, B variantı uyğundur.
16-da deyir ki, açar sözlərdən istifadə edərək mətni tamamlayın. Toxumlar tərkibindəki ehtiyat qida maddələrinin miqdarından və torpağın xüsusiyyətindən asılı olaraq müəyyən dərinlikdə əkilməlidir. Ehtiyat qida maddələri olar da burada 3 olar birinci. Adətən iri toxumlar dərinə, kiçik toxumlar isə bir qədər torpaq səthinə yaxın əkilir, düzdür. Nə olacaq? Birinci qida olacaq, sonra iri 3, 6, 2, C variantı buna uyğundur. 17-ci sualda deyir ki, hansı bitki şöbəsi yalnız vegetativ orqanlardan inkişaf etmiş köklərə malikdir? Yalnız vegetativ orqanlardan inkişaf etmiş kök deyir. Çılpaq toxumu da generativdən də inkişaf eləyir. Örtülü toxumda da generativdən inkişaf eləyir. Yəni toxumdan inkişaf eləyən köklər var burada. Yosun mamırda kökü olmadığına görə A variantı qışı kimilər doğru olar. 18-də deyir ki, hansı mülahizə səhvdir? A variantda deyir ki, zigot endospermdən inkişaf etmir. Bəli, bu düzdür. Etmir deyir də. 2 qat mayalanma yalnız çəkili bitkilərdə gedir. Doğrudur. Yumurtacıqdan toxum əmələ gəlir. Bəli. Ruşeyin mərkəzi hüceyrədən inkişaf edir. Xeyr, ruşeyin mərkəzi hüceyrədən inkişaf eləmir. Mayalanmış yumurta hüceyrədən zigot əmələ gəlir. Ondan da ruşeyin inkişaf edir. Ruşeyin bölünərək zigot yaratmır. Bəli, zigot yaratmır. Zigot bölünərək çox hüceyrəli ruşeyin yaradır. Ona görə düzgün cavabımız burada D variantı. 19-cu sualda deyir ki, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Kükürt bakteriyası və qırmızı bakteriya verib bizə. Deməli, burada kükürt bakteriyasına nə uyğun olacaq? Hemotrofdur. Bəli, hemotrofdur. 1 bura aid olar. Sonra xlorofilə malikdir. 2 bura aid olar. Ətraf mühitə oksigen ifraz etmir. Bu hər ikisinə aid olar. Kimyəvi rabitələr enerjisindən istifadə edir. Bu kükürt bakteriyasıdır, hemotrof olduğuna görə. Günəş enerjisi bura aid olar. Qılafın xarici hissəsi hüceyrə divarına əmələ gətirir. Bu da aid olar hər ikisinə. 1, 4, 2, 5, 3, 6. 1, 4, 2, 5, 3, 6. Düzgün cavabımız olar D variantı. Sonra 20-də deyir, cinsi prosesdə 6 infizor tərlik iştirak etmişdirsə, bu prosesə sonunda maksimum neçə infizor tərlik mövcud olar? Biz deyirdik, infizor tərlik çoxalmada deyil, həyati qabiliyyətinin yenilənməsindədir, həyat prosesinin yenilənməsində. Ona görə 6 infizor tərlikdirsə, elə düzgün cavabımız 6 olar. 21-ci sualda bizə deyilir ki, Günəbaxanın ümumi çiçək sayını bizə verib, dilcik şəklini verib, əmələ gələn maksimum meyvə sayı burada 300 olar. Zəncir otunda 200 çiçək var. Dilcik şəkilli də elə 200 olar. Meyvəsi də elə 200-dür. Bizdən nəyi soruşur? X-la Y-ın cəmini burada cavab eləyər 500. E variantı. 22-də deyir ki, 3 rəqəmi ilə göstərilən meyvənin hissəsi çiçək yatağının iştirakı ilə əmələ gəlir. Xeyr, çiçək yatağının iştirakı ilə əmələ gəlməz. Ötürücü toxumaya malikdir. Bu da düz olmaz. Çiçək yanlığının iştirakı ilə əmələ gəlir. Xeyr, yumurtacığın hesabına əmələ gəlir. Əgər biri desəydi, düz götürə bilərdik. Yumurtalığın divarından əmələ gəlir. Bəli, meyvə yanlığı deyirdik ki, yumurtalığın divarından əmələ gəlir. Ona görə düzgün cavabımız E variantı olar. 3-lə də bizə meyvə yanlığının daxili daşlaşmış hissəsi verilibdir. 23-cü sualda deyilir ki, qaranlıqda olan xlamidamanada hüceyrəsinin su hövzəsinin işıqlı sahələrinə keçməsinin nə ilə əlaqədar olduğunu müəyyən edin. Bizə verib vakual, yığılıb açılan vakual, bunlar aid olmaz. Qırmızı gözcük aid olar, bəli. Qamçı da aid olar. Sitoplazma su hövzəsinin işıqlı sahələrinə keçməsinə nə ilə əlaqədar olduğunu müəyyən edin. Yəqin ki, qırmızı gözcük burada siqnalı qamçıya ötürməlidir. Həmin o qamçıya ötürməkdən ötürü də burada sitoplazma da olar, mənim fikrimcə. 3-4 də ola bilər, 3-4-5 də ola bilər. Baxaq indi cavablara, görək cavablar nə deyəcək. 24-də şibyələrdə baş verən prosesləri müəyyən edin deyir. Sporlarla çoxalma var, toxum vasitəsilə yoxdur, xemosintez yoxdur, fotosintez var, tallomun hissələrə bölünməsi də bəli var. 1, 4, 5 düzgün cavabımız olar. 25-də deyir ki, ruşeimli protalın yaranmasından başlayaraq erkək qıcının inkişaf mərhələlərinin ardıcıllığını müəyyən edin. 2-dən başla deyir. 2-dən başlayaq. Ruşeimli protalın yaranmasından başlayaq. Sonra həmin bu protaldan əmələ gələcək yetkin bitki 4. Sonra yetkin bitkidə sporangilər. Ondan da yetişmiş sporlar əmələ gələr. Sporlardan da əmələ gələr protal. 26-da şibyələr üçün doğru olanları müəyyən edin.
Bir də deyir, onu əmələ gətirən orqanizmlərdən hər ikisi prokaryot olan canlıların birgə yaşayışından. Xeyr, hər ikisi prokaryot deyildi. Prokaryot canlı ilə eukaryot canlının birgə yaşayışından əmələ gələ bilər, bəli. Şibyəni əmələ gətirən canlıların hər ikisində zülal sintez olunmur. Olunmur, yox, olunur olardı. 4-də şibyəni əmələ gətirən canlılardan prokaryotun daxil olduğu aləmin bəzi nümayəndələrində xemotrof qidalanmaya rast gəlinir. Bəli, bakteriyalarda xemotrof qidalanmaya rast gəlinir. Prokaryotun, canlılardan deyir, prokaryotun daxil olduğu aləmin bəzi nümayəndələrində. 5-də deyir, şibyə tallomunun qabıq qatını sıx dolaşmış göbələk iflər əmələ gətirir. Bəli, bu da düzdür. Şibyələrdə fotosintez prosesi sürətli gedir və üzvü maddələr çox əmələ gəlir. Zəif gedirdi, zəif əmələ gəlirdi. İl ərzində hətta böyüməsi də zəif idi. 1-3 millimetr deyirdik ki, böyüyürdü şibyələr. Yəni zəif gedər böyük ehtimal ki. Sonra baxaq, 27-yə baxaq. Deməli 27-də deyir ki, A vitamini skorbut, raxit və beriberi xəstəliyi verib bizə. Sümüklərin əyilməsi raxitə aid olar. Əzələ zəifliyi, ürək fəaliyyətinin zəifləməsi, sinir sisteminin pozğunluğu bu beriberiyə aid olar. Diş ətinin qanaması da təbii ki, skorbuta aid olar. Dərinin gözün zədələnməsi bu B qrupu vitaminlərinə aid idi, amma beriberiyə səhv eləmirəmsə aid deyil. Sonra baxaq, situasiya tapşırıqlarında deyir ki, müəllim şagirdləri ilə birlikdə botanika bağında gəzərkən bitkilərdən bəzilərinin, çiçəklərinin və çiçək qruplarının fərqli olduğunu görür. Deməli, şagirdlər müəllimlərdən soruşur ki, bu çiçəklərin hər birindən meyvə yaranarmı? Bu çiçəklərin hər birindən meyvə yaranarmı? Baxaq, qarğıdalda 10 dişi çiçək var, 20 erkək çiçək var. Deməli, burada 10 dənə meyvə yaranacaq. Günə baxanda artı 100 boru şəkillidir. Deməli 600 də yaranacaq, 400 də yaranmayacaq. Sonra nə deyir bizə? Deyir ki, birləpəli bitkinin çiçəklərindən neçə ədəd meyvə yaranar? Birləpəlidən neçə ədəd meyvə yaranar? Birləpəlidən 10 ədəd meyvə yaranar. Çünki 10 dişi çiçəyi var burada və 10 dişi çiçək var burada. Və bu bitkinin bütün çiçəklərində neçə ədəd bitişik strukturu var? Bu bitkinin bütün çiçəklərində deyir. Bütün çiçəklərində deyirsə neçə ədəd bitişik struktur var? Biz deyirdik ki, çiçək pərdəsi bunlarda bitişik strukturdur da çiçək pərdəsi. Bitişik strukturdursa onda 2 çiçək pərdəsi var idi. 30 dənə burada çiçək var. 30'u vuraram 2'yə, eləyər 60 bitişik struktur. O da çiçək pərdəsidir. Sonra nə deyir bizə? Deyir 29 X-ı tapın. Eyni çiçəyin içərisində həm mitoz, həm də meyoz bölünmə prosesi gedən neçə çiçək var? Neçə çiçək var? Eyni çiçəyin içərisində həm mitoz, həm də meyoz bölünmə prosesi gedən neçə çiçək var? Deməli, burada 10 dişi çiçək varsa qarğıdalda. Deməli, onun içərisində həm mitoz, həm meyoz gedə bilər. 20 erkək çiçək də. Erkəklərdə də deyirdik də 2 qat mayalamada həm mitoz, həm meyoz gedirdi. Ona görə 30 dənə çiçək burada olar. 600 dənə də günə baxanda olar ki, həm mitoz, həm meyoz gedər. 630 çiçək də gedər, həm mitoz, həm meyoz. X-ı nə deyir? X-ı bunları mı deyir? 630 mu deyir? Hər ikisinin ortaq cəhəti. Hər ikisinin ortaq cəhəti meyvələri də ola bilər. Bir toxumlu quru meyvə də ola bilər. Quru meyvə. Birində fındıq, daha doğrusu birində toxumca, birində də dəm meyvə. Sonra 30'da ikiləpəli bitkinin çiçəklərindən hansı çiçəyində və neçə belə çiçəkdə meyoz bölünmə getməz? İkiləpəli bitkinin çiçəklərindən hansı çiçəkdə yalançı dilcik şəkillidə getməz və neçəsində getməz? Neçədə nə idi? 400. 400'ündə getməz. Belə, mənim deyəcəklərim bu qədər. Əlavə nəsə sualınız olarsa, şərh bölməsində buyurub yaza bilərsiniz. Sağ olun.